aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Zəfər çaldın bu savaşda sən, Qalib adım gəzdi cahanı, uca dağlar boyandı nura, Körbülalar nəğmə söyləyir. yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. Xarı bülbül qalxıbdı təzə tər, Bayram edir cəng ilə susar, igid əskər ağ olsun üzün, sağ ol desəm alsalar sənə. azad edib torpaqlarını, Fərəh verdin millətinə. mən bir millətəm, tarix yazan, zəfərim dillərə dastan, dursa qarşımda bütün cahan. Doğma yurdumuz. Salam əziz qonaqlar. Salam məktəb kollektiviniz. Böyük Zəfər günü qələbə bayramı münasibətilə hər birinizi təbrik edirik. Bu tarixi bir qələbədir. Tarixə qızıl hərflərlə qeyd olunan bu qələbəni Zəfər gününü qeyd etmək üçün buraya toplaşmışıq. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Sevinç hissimizi bizə qaytaran şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Əziz qonaqlar, əziz və dəyərli şəhid anaları, qazilər, əziz şagirdlər və müəllimlər. Möhtəşəm 44 günlük zəfər tariximizin Zəfər günü, 8 noyabr zəfər gününü qeyd etmək üçün bugün bura toplaşmışıq. Hər birinizi Zəfər gününün 5 ili münasibəti ilə ürəkdən təbrik edirəm. Ruhu qarşısında, onların analarının qarşısında baş əyirəm. Qazilərimizə Allahdan can sağlığı arzu edirəm. Müstəqilliyimiz, suverenliyimiz əbədi olsun deyirəm. 44 günlük vətən müharibəsində hər birimiz millət olaraq, xalq olaraq istər ön cəbhədə, istər arxa cəbhədə bir yumruq kimi Cənab Ali Başkomandanın ətrafında birləşdik və 30 illik işğalda olan torpaqlarımızı düşmənlərdən azad etdik. Və bunun sayəsində bugün alnımız açıq, üzümüz ağ, başımız dik və xoşbəxt vətəndaşlarıq. Buna görə biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların analarına hər zaman bizim baş tacımızdır, onların anaları.
ailə üzvləri. Bayramınız mübarək olsun deyirəm. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyiniz üçün. Bugün bizim tədbirdə çox möhtərəm qonaqlar iştirak edir. Əlbəttə ki, mən ilk öncə şəhid analarını təqdim etmək istəyirəm sizə. Eləcə də Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi hörmətli Məmməd müəllim, xoş gəlmisiniz deyirəm. Mərkəzi Seçki Komissiyasının sədr müavini hörmətli Şahidin müəllim Əliyev iştirak edir. Dəvətimizi qəbul etmişsiniz, çox sağ olun deyirəm. Həm də məktəbimizin məzunu olmuşdur özü. Şubalan Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mərkəzinin direktoru Sitarə xanım iştirak edir, xoş gəlmişsiniz deyirəm. Azərbaycan Respublikasının əməkdar artisti, əzizimiz, hər birimizin sevimlisi, çox məlahətli səsin sahibi Firuzə xanım İbadova iştirak edir. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmişsiniz. Şairə Nəcibə İlkin iştirak edir və bugünkü tədbirin əsas təşkilatçısı bizim fəxrimiz, canımız, hər şeyimiz, belə deyək, məktəb kollektivi olaraq hər zaman əlimizdən gəldikcə yanında olmağa çalışdığımız Reyhan xanım bugünkü tədbirin ərsəyə gəlməsində çox böyük təşkilatçılıq, dəstək göstərmişdir. Ona təşəkkür edirəm. Və buyurun Reyhan xanım, əgər sözünüz varsa, yoxsa Firuzə xanım. Buyurun, söz sizindir Firuzə xanım. Mən də çox dəyərli müəlliməmizin sözlərinə qoşuluram və deyirəm ki, şəhid analarımız, öpürəm əllərinizdən. Öpürəm sizi Reyhan bacı, əllərinizdən öpürəm. Dəyərli insanlara təşəkkür edirəm. Çox sağ olun. Gənclərimizə bu çox vacibdir. Qoy gənclərimiz bilsin ki, vətəni belə sevmək lazımdır. Və mən deyirəm, Zəfər bayramınız mübarək olsun. Şəhidlərimizin qanı yerdə qalmır. Dağlar tutulsun. Allah sizə can sağlığı versin. Qazilərimizə, cavanlarımıza. Allah ömür versin. Çox sağ olun. Var olun. Əllərinizdən öpürəm. Doğmaz qəhrəman, qəhrəman kimi gələr bu dünyaya bir insan kimi. Elə əvvəlləri səfər ömrünə iz qoyar tarixdə ərənlər kimi. Doğmaz qəhrəman, qəhrəman kimi gələr bu dünyaya bir insan kimi. Elə əməlləri səfər ömrünə iz qoyar tarixdə ərənlər kimi. Ramil Yusifzadə vətən evladı, onu incidirdi əsr torpağı. Azadlıq yolunda şəhadət etdi, qurtardı qəfəsdən Qarabağını. Ramil Yusifzadə vətən evladı, onu incidirdi əsr torpağı. Azadlıq yolunda şəhadət etdi, qurtardı qəfəsdən Qarabağını. Sinəsi döyündü vətən eşqiyle, korudu sevgiyle, məhəbbətiyle. Gözünü qırpmadan verdi canını, çekti keşiğini sədaqətiyle. Sinəsi döyündü vətən eşqiyle, korudu sevgiyle, məhəbbətiyle. Gözünü qırpmadan verdi canını, çekti keşiğini sədaqətiyle. Ramil Yusifzadə vətən evladı, onu incidirdi əsr torpağı. Azadlıq yolunda şəhadət etdi, qurtardı qəfəsdən Qarabağını. Ramil
mübarək olsun. O yeganə qadın. Eşq olsun. Güzel olan gül kadın, daimi senin gül kadın. Sen kahraman yiğitsen, tarih yazsın bir kadın. Yorulmadan durmadan bin bir cefa eyledin. Kaldın milletin için, canı feda eyledin. Sen olmaz sevgimden, yine çanladım coştum. Kaldın kahraman kızım, adına da ben koştum. Karabağın kutusu, dertli gayret sendedir. Her gelenin aşı, insan efendinden. Karabağın kutusu, dertli gayret sendedir. Her gelenin aşı, insan efendinden. Uykusuz geceleri, neşe arzum oldu. Güneşin şeferleri ana kalbimde doğdu. Ey cephenin er kızı, tarihe düştü adım. Sen aslan doğulmuşsan, gecin hünerli kadın. Sen olmam sevgimden, yine çağladım coştum. Kaldın kahraman kızım, adına da ben
Tebrik eder sevgilim, her gelenin gün aşkı, insan beklediğindedir. Emeğiniz hayırlısı. Çok sevindim. 4 günlük Vətən müharibəsi zəfəri ilə bütün dünyaya səs saldı. Biz bu qələbəni uzaqgörən prezidentimiz Cənab Ali Başkomandan İlham Əliyevə, dəmir yumruq altında birləşərək könüllü döyüşə yollanan rəşadətli ordumuza və Azərbaycan xalqına borcluyum. Düzdür, bu müharibədə çoxlu şəhidlər verdik. Yaralılarımız, itkin düşənlərimiz oldu. Necə deyərlər, torba uğrunda ölən varsa vətəndir. Bu məqamda sözü musiqiyə verək. Azərbaycan ifa edir. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın tələbələri Rəvan Zeynalov, Nahid Əhmədov və məktəbimizin kitabxana müdürü, şəhid anası Reyhan Yusufzadə. Səmimi qəlbdən təbrik edirəm. Bütün şəhid analarımıza Allahdan səbir diliyirik. Dəyərli Reyhan ana, hər zaman yanındayıq. Bugün bizi dəvət etdin və biz də baxmayaraq ki, bizim televiziyada da verilişimiz var. Məhz zəfər gününə həsr olunub. Amma buna baxmayaraq sən yanında olmaq istədik. Canım benim memleketim, güneş gibi daim yanar. Onlar yurdu məhəbbətim, qoyacaqsın zirvələrə, qoyun ilməz bayrağımız. Qayıdıbdır bizim elə, hər bir qarış torpağımız. Qurbanımın Azərbaycan, bu müqəddəs torpağına, axır iki evladına, qoy sevinsin hər bir ana. Qurbanımın Azərbaycan, bu müqəddəs torpağına, axır iki evladına, qoy sevinsin hər bir ana. Hürmeti var ülkelerin arasında, bir güzel bir zengin var dünyanın arasında. Bedenin mevcudu özüyle ilhamı var, hoş günlere giden yola bir ebedi bayramı var. Azərbaycan, bu müqəddəs torpağına, axır iki evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, axır iki evladına, qoy sevinsin hər bir ana.
Azərbaycanlının qəlbini riqqətə gətirdi. Şəhid analarının yaralarına məlhəm oldu. Şəhidlərimizin, qazilərimizin və Ali Baş Komandanımızın sayəsində bu qələbəni əldə etdik. İndi isə Xarı Bülbül rəqsi ifa edir Mələklər Rəqs qrupu, bədii rəhbər Xəyalə Həşimova. Vətən naminə canlarını fəda edən bu oğullar qəlblərdə daima yaşayacaq. Ölümləri ilə ölümsüzlüyə qovuşan cənnət qoxulu şəhidlər, Allah sizə rəhmət eləsin. İndi isə ifa edir Beynəlxalq Muğam Mərkəzinin solisti Ülkər Quliyeva. Hər birinizi ürəkdən təbrik edirəm bugün. Zəfər günümüz münasibətilə bütün analarımızın, şəhid analarımızın qarşısında baş əyirik, əllərinizdən öpürük. Mən hər dəfə deyirəm ki, sizin borcunuzdan biz heç vaxt, heç zaman çıxa bilmərik. İgid oğullar böyütdünüz, vətənə bəxş etdiniz. Allah hər bir
Allah can sağlığı versin. Mən hər zaman bu mövzuda danışanda göz yaşlarımı saxlaya bilmirəm. Ona görə də ona qərq olmamaq üçün ifama keçmək istəyərdim. Reyhan xanım, Reyhan ana, var olasınız. Bizim borcumuzdur. Siz hər dəfə bizə təşəkkür bildirəndə mən vallahi xəcalət çəkirəm. Çünki bu bizim başımızın borcudur. Hər zaman sizin yanınızdayıq. Bütün şəhidlər, anaların yanındayıq.
Birliyinin, Dünya Türk Yazarlar Birliyinin üzvü, Azad Qələm jurnalının baş redaktoru, prezident mükafatçısı, ictimai xadim, teleekspert, 25 kitab müəllifi Nəcibə İlkinə veririk. Şəhidlərimizin ruhu qarşısına baş əyirəm, qazilərimizin qarşısına baş əyirəm, bütün şəhid analarının, qazi analarının qarşısına bir daha baş əyərək deyirəm ki, bu bayramı bizə yaşadan sizin oğullarınızdır. Var olun, əziz analar, siz bizim analıq məktəbimizsiniz. Sizdən biz ananın necə olduğunu öyrəndik. Örnək məktəbimiz. Var olasınız. Və siz təkcə oğlu böyütməmişsiniz, vətən böyütmüşsünüz. O oğlu böyütdükcə gözünüzün qarşısında böyüyən bir vətəni tarixin yaddaşına yazmışsınız. Və bugün Zəfər bayramı ərəfəsindəyik. Bayramımız mübarək olsun. Azərbaycanımıza necə gözəl yaraşır qələbə. Doğrudan da biz heç bir zaman kimisə işğal etmədik, kimisə üstünə getmədik, heç kəsi incitmədik. Sadəcə incidildik, əzildik, paralandıq, parçalandıq, əvəzində isə bütövləndik. Bugün bütöv Azərbaycanıq. İnanıram ki, bütöv Azərbaycan plana gedən bir yol kimi hər zaman qanadaşacaq. Qoy qanadaşsın bizim Azərbaycanımız. Nə qədər ağrılar, əzablar görsə də, nə qədər qanlı bir tarix yaşasa da, Azərbaycan heç zaman yıxılmayıb, əyilməyib və hər zaman da başı dik duracaq. Mən öncə istəyirəm, bir böyük şehirde, o şehirden 2 bəndi demək istəyirəm. Şəhid analarımıza bir tövsiyəm olub hər zaman. Və demişəm ki, ey şəhidin anası, çıxar qara libası, başını uca saxla, tutma oğluna yası. Sən tomrisim nigarım, azadlıq nəfəsimsən, şəhid balanla birgə uran ürəyimizsən, bürün bayraq ətrinə, azadlığın çətrinə, çıxar qara libası şəhidimin xətrinə. Qarabağ tarixini yazan igid oğlum anası qara geyməz. O analar anası, azadlığın sədası. Çox sağ olun, icadənizlə gözün aydın olsun Azərbaycanım. Həmin günü, zəfər günü yazdığım bir şeiri sizlərə bir daha ərmağan edeyim, bir daha bayramınız mübarək olsun. Gözün aydın olsun Azərbaycanım, mübarəkdir bu azadlıq nəfəsin. Şanlı ordumuzun rəşadəti ilə yayıldı dünyaya qələbə səsin. Neçə il işğalda olan Qarabağ bugün azadlığın nəfəsin duydu. İgid oğulların, mərd ərənlərin yeni bir tarixin təməlin qoydu. Qarabağ adının azadlığını yazdılar vətən adına. İgidlik rəmzini bir əskər kimi bəzədi qəhrəman Türk soyadına. Qələbə qazandı Azərbaycanın. Bu birlik tarixin silinməz yaşı, sevindi dünyanın hər bir yerində vətənin can deyən qəlb soydaşı. Gözün aydın olsun Azərbaycanım. Türk oğlu Türk kimi biz cəngavərik. Parça olub parçalansak da yenə bütövləşib meydanda nərik. Budur qələbəmiz, bayrağımız tək, başımız üstündə hey dalğalanır. Milli birliyimiz, vətən sevgimiz, ruhumuz önündə öz haqqındanır. Çox sağ olun. Bizim şəhid anamız, bütün analar mənim üçün əzizdir. Reyhan anamızdan hər zaman bir efirdə ekspert kimi iştirak eləmişik və
Reyhan anamı çox doğma bildiyim üçün, o məni bura dəvət elədiyi üçün mən əli boş gəlməmişəm. İcazənizlə mən 2 diplomu o xanıma təqdim edeyim. Ramil Hüsisadiyə 2 şeir həsr eləmişəm və onun şəkillərlə birgə istəyirəm onu sizin muzeyinizə təqdim etmək üçün sizə təqdim edeyim. Buyurun. Bu şəkilləri çəkin ki, bunlar jurnalımızın yaddaşına gələcək. Buyurun. Və Azərbaycan Kütləvi İnformasiya İşləri Həmkarlar İttifaqının Reyhan Anıya bir sürprizi var. 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Yusizadə Ramil Adəmoğlunun bir şəhid anası kimi əsr Azərbaycanlılar, qeyrətli və fədakar əməlləri, eləcə də başqalarını örnək olaraq ictimai fəallığına və nümunəvi işlərinə görə Reyhan Yusizadə fədakar ana fəxri diplomu ilə təqdim olunur. Bir daha bayramı mübarək olsun deyirəm. Doğrudan da elə hər günümüz bir bayramdır. Neçə ki peşi bu bayramı biz elə bir qeyd edirik. Hər günümüzdə, hər anımızda, hər saatımızda. Mən fəxr edirəm ki, mənim yazdığım kitabların çoxu elə şəhidlərimizə və qəhrəman oğullarımıza həsr olunur. Təkcə bir Gədəbəy Qartalı romanın mənə elə gəlir, bəs elədi ki, Vətən oğlunun keçdiyi döyüş yolu orada həsr edilib və bundan başqa şəhid oğullarımıza. Mənə elə gəlir ki, onlar döyüşüb vətən tarixi yazdığı kimi biz də əlimizdə qələmi süngü edərək onların döyüş yolunu gələcəyin, kitablarımızın gələcək yaddaşına yazırıq. Var olsun, vətənimiz sağ olsun, bütün dünyamız da sağ olsun, yaşasın Ali Baş Komandanımız, yaşasın vətən oğullarımız, yaşasın bizim milli ordumuz. Var olun. İfa edir məktəbimizin kitabxana müdürü Reyhan Yusufzadə və müşayiət edir məktəbimizin 3. sinif şagirdləri. Şehitlerin alkanı, yaşlı rengi törenli, teslim edilir İslam'a. Gelenlerin duvarı, şehidin son yorganı, Türk'ün fehri gururu, düşmenin yazları. Gelenlerin duvarı, şehidin son yorganı, Türk'ün fehri gururu, düşmenin gözleri. Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı. Mavi renkli Türklük, siyah tek anlaşır, kırmızı muhasirlik, geleceğe çarpışır, varlığı müstakillik, azanlığı paylaşır, istiklaliyetin mehri hakkın şurayı. Mavi Türklük, siyah tek anlaşır, kırmızı muhasirlik, geleceğe çarpışır, varlığı müstakillik, azanlığı paylaşır, istiklaliyetin mehri hakkın çırağı. Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı. Kanla yazdım tarihe,
ortasında Erdenerler canıyla aldılar Karabağ'ı. Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı. Köyüm köyüm köyledir, hasretim temizi, vahidiyle sesleyip temiz sahiden bizi. Vatan sevgisi çılgın, siler kalbimizi. Ölümlerin yere, vatana çeken bağı. Köyüm köyüm köyledir, hasretim temizi, vahidiyle sesleyip temiz sahiden bizi. Vatan sevgisi çılgın, siler kalbimizi. Ölümlerin yere, vatana çeken bağı. Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı. Can vermeye hazırlık, can almaya hazırlık, düşmanından biz intikam almaya. Karabağ'dan Təbriz'den şanlı zafer çalmaya. Kanımızla yazılan tarihin tek varağı. Karabağ'dan Təbriz'den şanlı zafer çalmaya. Kanımızla yazılan tarihin tek varağı. Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı, Azerbaycan bayrağı. Kırımlar feda şehit olsun milyonlarla can. Eğleyin derdesin zirvelere sancılan. Varlığın vatan millet bir sevgirdeki Kur'an. Sen istiklaliyet, istiklalın sancağı. Uğrunda feda şehit olsun milyonlarla can. Eğleyin derdesin zirvelere sancılan. Varlığın vatan millet bir sevgirdeki Kur'an. Sen istiklaliyet, istiklalın sancağı. Azerbaycan bayrağı, 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 Azerbaycan bayrağı. İfa edir Mələklər Rəqs Qrupu.
məktəbimizin musiqi müəllimi Əli Səlimova söz veririk. Bütün kollektiv, müəllimlər, şagirdlər hər zaman öz necə deyək, sözün yaxşı mənasında hər zaman sevilib seçiliblər. Mən istəyərdim ki, tədbirimizin sonunda 156 nömrəli məktəbin müəllimlərdən ibarət xor kollektivini gürültülü alqışlarımızla səhnəyə dəvət ediyoruz. Buyurun.
yaşa yaşa Azerbaycan. Sen kocaman bir tarihsen, sen dahiler, öncesinden, sen idiler, özgenisen, yaşa doğma Azerbaycan. Sen kocaman bir tarihsen, sen dahiler, öncesisen, sen idiler, özgenisen, yaşa var ol Azerbaycan. Can sana bir can, lazım olsa olur kurban. Bir cahan sana heyran, onlar yurdum Azerbaycan. Azerbaycan, derdinde sen her bir zaman. Azerbaycan, sana kurban olsun bu can. Azerbaycan, ayrılar mı gönül candan. Azerbaycan, yaşa yaşa Azerbaycan. Derdinde sen her bir zaman. Azerbaycan, sana kurban olsun bu can. Azerbaycan, ayrılar mı gönül candan. Azerbaycan, yaşa yaşa Azerbaycan. Azerbaycan, derdinde sen her bir zaman. Azerbaycan, sana kurban olsun bu can. Azerbaycan, ayrılar mı gönül candan. Azerbaycan, onlar yurdum Azerbaycan. Yaşa yaşa Azerbaycan. Bədii hissəsi başa çatdı. İndi isə sözü məktəbimizin kitabxana müdürü Şəhid Ramir Yusifzadənin anası Reyhan xanıma veririk. Bəli, bugünkü gün başa çatmaq üzrədir tədbirimiz. Təşəkkür edirəm hamıya, burada iştirak edənlərə, minnətdaram, var olasınız. Bugün ilk öncə mən bədii hissəni bitirdik artıq və 30 il həsrətdə qalan o torpaqları bizə bəxş edən, bizə bu sevinci bəxş edən o qəhrəman balaların burada anaları var. Mən o anaları alqışlarla, böyük alqışlarla səhnəyə davet edirəm. Ne yaxşı ki varsınız. Mənim canlarım, mənə analar dedilər ki, havalə dedilər ki, hamının yerinə mən danışım. Bəli, bizim alnımız, analar, üzümüz açıldı. Çünki biz o cür qəhrəman övladların analarıyıq.
həsrətdə qalan bəli o torpaqları bəxş edən o sevinci bizə bəxş edən o övladların analarıyıq. Biz nə qədər qəmli, kədərli olsaq belə, qəlbimiz ağrısa belə, o kədəri biz daxildəki, o qəlbimizin daxilində gizlətməliyik. Çünki qoy mənfur düşmən sevinməsin ki, biz analar ağlar qaldıq. Xeyr. Bəli, bizim üçün nə qədər çətin də olsa, biz bu Azərbaycan xalqının, bax, bu cür kollektivi olan bir ana təbii ki, ayaqda durmağa vadardır. 156, sesiniz gəlsin. Çok sağ olun, teşekkür ederim. Var olasınız. Ne yaxşı ki, varımsınız. Mən sizə bugün bir hədiyənin böyüyü kiçiyi olmaz. Mən sizə azacıq da olsa, balaca bir Ramilimin cənnətindən olan bir hədiyəni təqdim etmək istəyirəm. Mən bilirəm ki, bizim anaların gözəl bir güşələri var, övladlarımızın güşələri var. Mən çox fəxr edirəm ki, həmin o balaca kiçik hədiyyə sizin güşənizdə əks olunsun. Və bilavasitə sizdə də yəqin ki, hansı evinizin bir hissəsində o balaca bir, necə deyərlər, hədiyəni mən təqdim etmək istəyirəm. Bir dəqiqə hədiyələri təqdim edeyim. Əliməm, kömək edin. Mikrofonu. Biz Əlim təqdim etdi özünü. Mən çox istəyirəm ki, İmam müəllim də özünü təqdim etsin. Əvvəla salamlayıram hamınızı. Şəhid anaların qarşısında baş əyirəm. Dəvət edib gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Məktəbin bəli, coğrafiya müəllimidir. Həm də 44 günlük müharibədə təbii ki, o da iştirak edib. Zəngilanın azad olması. Səni qoşulanda. Bax budur, 156 bax budur. Belə bir qəhrəmanları var. Buyurun. Bugün bizimlə burada bütün tədbiri əyləşən, mən o qədər hörmət bəsləyirəm. Şahidin müəllim buradadır. Yəni, birisiz Şahidin müəllim bir müəllim deyil. Mən bayaqlarda vurguladım. Təsəvvür edin, balaca bir pioner başdəstə rəhbəri, balaca bir qızcığaz 17 yaşında yeni işə başlayır və Bahəm Şahidin müəllim də onda komsomol sıralarında da işləyib. Bəli, o dövrdən, bəli. Şahidin müəllim mən o dövrdən tanıyıram. Balaca bir qızcığaz idim və onun sədası indi də qulağımdadır, Şahidin müəllim. Mən bugün böyük fəxr keçirdirəm ki, Şahidin müəllim bugün bizim yanımızdadır və mütləq şəkildə biz sizi dinləmək istəyirik, mümkünsə. Hörmətli tədbir iştirakçıları. Azərbaycan xalqı böyük xalqdır. Azərbaycan xalqı vətənpərvər xalqdır. Azərbaycan xalqı böyük mədəniyyəti, böyük irsi olan bir xalqdır.
Bax, bu günləri biz sizinlə birlikdə Azərbaycanın ən böyük bayramlarından biri olan Zəfər Günü bayramını qeyd edirik. Bu günləri bütün bizim ölkəmizin hər bir güşəsində Zəfər bayramı böyük coşqunluqla, təntənə ilə qeyd edilir. Bu günləri biz 156 nömrəli məktəbdə şəhid anası Reyhan xanımın təşəbbüsü ilə keçirilən, rəhbərliyin böyük təşkilatçılığı ilə keçirilən bir tədbirin şahidi olduq. İnanın mənə, hər birimiz yəqin ki, bu tədbiri ancaq alqışlamalıyıq ki, nə qədər ürəkdən, nə qədər böyük, belə ürək dolusu istər iştirakçılar, istərsə də bu günləri tədbirdə iştirak edənlər, söz deyənlər, oxuyanlar, hamısı nə qədər böyük coşqunluqla qeyd etdilər. Ona görə ilk növbədə icazə verin mənə Reyhan xanıma, məktəbin müdiriyyətinə, bütün məktəbin kollektivinə belə bir tədbirin keçirilməsi üçün onlara minnətdarlığımızı bildirək və arzulayaq ki, gələcəkdə də belə gözəl tədbirlər keçirilsin. Əziz tədbir iştirakçıları, bir neçə dəqiqə sizin vaxtınızı alıb Zəfər Günü münasibəti ilə bəzi sözləri sizə çatdırmaq istəyirəm. Ulu öndərimiz Heydər Əliyev 1998-ci ildə bizim rayonda olmuş idi. O zaman o Mir Möhsün ağanın ziyarətgahında rayonumuzun ağsaqqalları ilə görüş keçirilirdi. Mən də o vaxtları millət vəkili idim və eyni zamanda o dövrdə seçki dövrüydü, prezident seçkisi dövrüydü və orada seçicilər də toplanmışdı. Seçicilər qarşısında ağsaqqallarımızla görüşdə ulu öndərimiz belə bir söz söyləmişdi. Əzizbəyev rayonu adlanan ərazi, Əzizbəyev indiki Xəzər rayonu ərazisində müqəddəs insanlar yaşayır və çalışırlar. Bu böyük bir qiymət idi. Bax, bu günləri həmin yaşayıb çalışanların nümayəndələri bu zala toplaşmışdır. Sizlərsiniz. 2003-cü ildə prezident seçkiləri keçirildi. Yenə də Mir Möhsün ağanın ziyarətgahının qarşısında. İnanın ki, minlərlə insanlar oraya toplaşmışdı. Biz, prezidentimiz İlham Əliyevin namizədliyini müdafiəsi üçün toplaşmışdıq. Mən o zaman prezidentimizin vəkili kimi, nümayəndəsi kimi orada çıxış edərək, o zaman prezidentimiz baş naziri idi. Onun haqqında danışaraq sözü verdi prezidenti namizəd o dövrdə İlham Əliyev cənablarına. İlham Əliyev çıxışında belə bir söz söylədi. Mən əgər prezident seçilərəmsə, bütün xalqımızın hər bir Azərbaycan vətəndaşının prezidenti olacağım. Mən bu günləri bəyan edirəm ki, mən bir prezident kimi Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, suverenliyimizin təmin olunması üçün əlimdən gələni edəcəyəm. Bax, ondan neçə illər sonra keçdi,
Azərbaycanda olan siz değişiklikleri hamınız şahidi oldunuz. Azərbaycan ne kadar inkişaf etti. Lakin inanın ki o dövrde biz hara gedirdiksə, xarici dövlətlərə, beynəlxalq təşkilatlarda həmişə biz torpaqdan işğal olunması haqqında danışırdıq. Və inanın ki bir qədər də kədərli olubdur ki torpaqlarımız işğal olunmuşdur. Bu Azərbaycan xalqına yaraşmır. İlham Əliyev prezidentimiz çıxış edərək bir iclasların birində dedi. Mən nəyin, nə vaxt və necə etməyini ancaq mən bilirəm. Həqiqətən də belə oldu. Vaxt gəldi, 20-ci ildə 27 sentyabrda bizim ordumuz ayağa kalktı ve torpaqlarımızın Ali Başkanlandığımız İlham Əliyev başta olmakla halkın onu desteklemesiyle bir yumruk gibi birlikte olmasıyla torpaqlarımızın işgaldan azad olunması için addımlar attılar. Bak 44 gündür müharebe dövründe bizim torpaqlar işgaldan azad olundu ve bu bizim arazi bütünlüğümüz təmin olundu. Bak burada neyi qeyd etmək istəyirəm? Birincisi, prezidentimiz hələ namizəd olduğu zaman dediği söz ki, mən torpaqlarımızı işgaldan azad olunması için elimden gelen edeceğim, o söze əməl olundu. Zaman keçdikcə bizim ölkəmizin inkişafında ne kadar büyük addımlar atılması, her bir vatandaşın sosyal vəziyyətinin yaxşılaşması, ölkəmizin zənginləşmesini biz hamımız şahidi olduk. Bütün bunları hamımız bizim prezidentimiz hayata geçirdi. Ve bu günleri biz Ali Başkomandanımız hakkında danışanda onun bir sözünü de ben qeyd etmək istəyirəm. O dedi ki, bu müharibede galip gelen bizim ordumuzun şanlı askerleri, bizim gençlerimiz, bu dövrün son dövrlerde yetişmiş gençlerimizdir. Vətənpərvər gençlerimizdir. Ve bu günleri biz bu Zəfər Bayramını qeyd etdikdə şəhidlərimizi yada salırıq. Allah onlara rəhmət eləsin. Qazilərimizi biz burada görürük ki, onlar da burada iştirak edir. Arzulayırıq ki, onlar Allah şəfa versin. Onlara həmişə var olsunlar. Biz burada şəhid analarını görürük. Biz burada tamamıyla düz değildi ki, şəhid anaları hiç vaxt ağlamamalıdırlar. Hiç vaxt gözyaşı tökməməlidirlər. Onlar sevinç içerisinde yaşamalıdırlar ki, elə oğullar böyüdürlər ki, onların oğulları, evlatları vətən yolunda həlak olublar, vətən yolunda şəhid olublar. Bizim ise xalqımız həmişə deyir, şəhidlərimiz heç vaxt ölmür. Şəhidlərimiz həmişə yaşayır, bugün de yaşayır, daima yaşayacaqlar. Bak bugünləri biz burada toplaşmışıq. İnanın mənə ki, şəhidlərimizin ruhu da burada iştirak edir. Onlar da bu bayramı sevinçle geçirmeyin iştirakçısıdırlar. Bizi ise ancak ne durur? Ayağa dura, bizim şəhidlərimizi alqışlarla alqışlaya ve hamımızı Allah rəhmət eləsin. Buna göre belki bu rayonda belə tədbirin keçirilməsi, ne kadar bu məktəbdə keçirilməsi inanın ki, məni şəxsən ne kadar cavanlaşdırdı. Ben
birincisi bir şagird kimi fəxr edirəm, bir şəxsiyyət kimi fəxr edirəm ki, bu məktəbin şagirdi olmuşam. 60 il öncə 156 nömrəli məktəbi mən bitirmişəm. Bax, bu günləri belə tədbiri görəndə, belə gənclərimizi bax, burada görəndə, qəhrəman oğlanlarımızı görəndə, inan ki, insanın ürəyi nə qədər fəxrlə döyülür. Və biz inanırıq ki, Azərbaycanın gələcəyi siz gənclərin, burada oturan gənclərin əlindədir və möhkəm əllərdədir. Azərbaycanımız bundan sonra da inkişaf edəcək, Azərbaycan xalqı sevinç içərisində yaşayacaq. Bir daha sizi Zəfər Bayramı münasibəti ilə bütün sakinlər adından, bütün ictimaiyyət adından təbrik edir. Sizin hər birinizə, sizin simanızla bütün bizim insanlara, Azərbaycan vətəndaşlarına xoş gün arzulayır. Zəfər bayramınız mübarək olsun deyilir. Çox sağ olun, var. İncəsənət xadimləri iştirak etdilər. Eyni zamanda da heç gözlənilməz bir sürpriz burada çıxışlar oldu. Məktəbin müəllimləri, şəhid anası çıxış elədir. İnanın ki, profesional o müğənnilər onun kimi bəlkə də oxuya bilməzdilər. Bax, buna görə bizim bax, belə analarımız vardır, belə şəxsiyyətlərimiz vardır. Ona görə deyirəm ki, əziz analar, həmişə var olun, həmişə uca olun, həmişə Allah sizə gələcəkdə xoş günlər qismət eləsin. Çox sağ olun, təşəkkür edirik. Bu sözlərinizə görə. Təşəkkür edirəm, hörmətli qonaqlar, tədbir iştirakçıları, necə də Reyhan xanım, sizə minnətdarlığımı bildirirəm. Şəhid anaları, gələn ayaqlarınız var olsun, Allah sizə can sağlığı versin. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Əblov Həsənxan müəllim bugün digər bir tədbirdə olduğuna görə burada iştirak edə bilmir. Amma öz təbrikini və fəxr fərmanı göndəribdir təqdim etmək üçün. Reyhan xanım, 8 noyabr Zəfər günü münasibəti ilə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğlunuzun qəhrəmanlığına görə şəhid anası Yusufova Reyhan Çingiz qızı təltif edilir fəxri fərmanla. Buyurun. Hədiyənizi buyurun. Təbrik edirəm. Eləcə də məktəbin coğrafiya müəllimi İmanov İmam Əli müəllim. Səlimov Əli müəllim səhnəyə buyurun. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edilir. 2-ci Qarabağ müharibəsində vətənimizin düşmən işğalından azad olunmasında göstərdiyi şücaətə görə və 8 noyabr Zəfər günü münasibəti ilə 2-ci Qarabağ müharibəsi veteranı Səlimov Əli İlhamoğlu. Buyurun. Təbrik edirəm. İmanov İmam Əli İmamverdoğlu. Buyurun. Siz və sizin timsalınızda bütün vətən müharibəsi iştirakçıları, bütün qazilər, bütün şəhid anaları bizim fəxrimizdir. Biz onlara fəxr edirik. Yaxşı ki varsınız, yaxşı ki sizin igid oğullar böyütmüsünüz, dünyaya gətirmişsiniz. Yaxşı ki Gülər mənim kimi rəhbərimiz var. Gülər mənim kimi. Bugün tədbirin əvvəlində təqdim etmişdim. Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Məmməd müəllim iştirak edir. Ürək sözlərini bildirsin.
Mən də hər bir kəsi salamlayıram. Zəfər günü münasibəti ilə hər bir kəsin bayramını təbrik edirəm. Düzdür, Şahidli müəllimin çıxışından sonra mənim çıxış etməyim çətindir mənim üçün. Amma bu cür gözəl tədbirin qeyd etdiniz. Mən buna görə bu tədbirin ərsəyə gəlməsində hər bir zəhməti keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Təşəkkür ederim. Gününə həsr olunmuş tədbirimiz sona çatdı. Reyhan xanım, son söz demək istəyirsiniz? Buyurun. Bəli. Sözün bitdiyi andır. Mən ilk öncə başımızı uca edirik şəhid analarım. Var olasınız. Təşəkkür edirəm, çox sağ olun. Bax budur birlik, dəmir yumruq. Biz də öz cəhbəmizdə o dəmir yumruqla birləşərək, bax budur, tədbirlərdə iştirak edirik. Var olasınız. Buradalar, hamı buradalar. Vallahi mən hiss edirəm şahidimə demişkən. Allah can sağlığı versin sizə. Və həqiqətən mən bugünkü gün burada əziyyət çəkən, bizim tədbirimizi təbii ki tek əldən səs çıxmaz. Mən Əli müəllimə təşəkkür edirəm. Gülər müəllimə təşəkkür edirəm. Həqiqətən var olasınız. Yəni bu boş təşəkkürlər deyil. Hamı bilir ki biz necə həqiqətən birlik necə deyirlər, həmişə daimi bir yerdəyik. Mən burada bütün müəllimlərə, Xatirə müəlliməyə, Saadət müəlliməyə təşəkkürümü bildirirəm. O uşaqlarla gözəl bir, necə deyirlər, rəqsi ərsəyə getirdiyi üçün. Mən Xalidə müəlliməyə təşəkkür edirəm, qızlarımıza təşəkkür edirəm. Kimin əziyyəti varsa halal eləsin. Mən burada valideynlərə təşəkkür edirəm. O övladlarımızın valideynlərə təşəkkür edirəm ki, onlar necə ki bizə dəstək oldular. Bütün müəllimlərə, ümumiyyətlə bütün müəllimlərə təşəkkürümü bildirirəm. Və bizim təbii ki iki gözəl övladımız Nəzrin, gəl bura, aparıcılarımız, bizim 11-ci siniflərimiz artıq estafeti necə deyərlər, verirlər birinci siniflərə. İnşallah bu axırıncı illərdir. Mən sizə təşəkkür edirəm, minnətdaram. Bugün həqiqətən bu tədbirin keçirilməsində sizin də əziyyətiniz oldu. Minnətdaram, təşəkkür edirəm. Var olasınız. Bir də mən unutmuşdum, ben bunu demək istəyirəm. Biləsiniz ki, bizim Cəfər Xocalıdandır, bizim Nəzrin Şuşadandır. Baxın görün bizim əhatəmizdə kimlər var. Bəli, biz fəxr edirik ki, bizim məktəbimizdə bax belə bir Qarabağın o cənnətinin inciləri bizim məktəbdə tədris alır. Nə xoş bizim halımıza. Yenə də çox sağ olun. Burada mənim canım, ciyərim Elnur'um var. Mən onu ilk dəfə dəvət elədim. Elnur icazə verərsə də mən bunu vurğuluyum. Dedi, ana, mən onu dəvət elədim tədbirə. Dedi, ana, mən çox sevindim. Çox açıqlama verməyim. Yəni, heç bir tədbirdə olmazsa, dedik, mənim bütün tədbirlərimin bəzəyi, əzizi, canlı sən olacaqsan, Elnur. Təşəkkür edirəm. Bax olsun. Bax, budur. Birlik budur, dəmir budur ki, bugün mənim sözümə qüvvət verib gəldi. Bizim Arzu xanım, yəni Starı xanımın işi olduğu üçün mən yenə də təşəkkür edirəm sizə. Var olasınız, var olasınız. Və gözəl bir burada rəqslər gördünüz. Baxın, o rəqslərin bədii rəhbəri Xəyalı müəllimə teşekkür ederim size Xəyal. Həqiqətən var olasınız. Bir kəlmə ilə söyləyirəm Xəyal müəllimə. Bu rəqs lazımdır. İkinci söhbət yoxdur. Təşəkkür edirəm, var olasınız. Bax, bu da sizin jestinizdir ki, bizi necə deyərlər? Bizi
sevindirdiniz. Həqiqətən uşaqlarına da mən təşəkkür edirəm, valideynlərə də onların təşəkkür edirəm. Var olasınız, sağ olasınız. Söz bitməz. İnşallah ki artıq sona çatar.